İkinci dərəcəli yoldan baş yola çıxma. Baş yolla hərəkət edən göy avtomobilin sürücüsü ondan sağ tərəfdə ikinci dərəcəli yolda hərəkət edən qırmızı avtomobilin ona yol verəcəyinə ümid etdiyi üçün sürətini azaltmadan hərəkətini davam etdirir. Nizamlanmayan yol ayrıcına yaxınlaşan qırmızı rəngli avtomobilin sürücüsü isə yol ayrıcında qoyulmuş yol verin yol nişanının tələbinə əməl etməyərək göy avtomobili buraxmadan yol ayrıcına daxil olur və nəticədə toqquşma baş verir. Yol hərəkəti haqqında qanunun tələbinə görə ikinci dərəcəli yolla hərəkət edərək yol ayrıcına yaxınlaşan qırmızı avtomobilin sürücüsü yol verin yol nişanının tələbinə əməl etməli, baş yolda hərəkət edən bütün avtomobilləri buraxmalı, yalnız yola çıxmağın təhlükəsiz olduğunu yəqin etdikdən sonra hərəkətini davam etdirə bilər. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi